İmkan verəsən biz çörəyimizi. Ye, heç nə olmaz. Sual vermin də, xahiş edirəm. Maraqlı sualdır. Uşaqlar siz də eşidin. Evdə kimin sözü keçir? Bəs təmirdə? Mövzuya baxır. Evdə daha çox çalışıram ki, hətta uşaqların belə fikrinə hörmətlə yanaşım. Bəli. İstədikləri olsun. Amma nəzərə almaq şərti ilə ki, mənim də istəklərim öncə yerinə yetməlidir. Öncə mənim dediyim olmalıdır. Ondan sonra onların istədikləri olur. Yəni, belə deyim də, normalda şərtləşirik. Biz şərtlə bunu edirik. Uşaqlarla da, böyüklərlə də şərt kəsirik. Hamı bilir ki, bunu etməsə bu olmayacaq, bunu eləməsə bu olmayacaq. Yəni, uzun sözün qısası, işləməsən, işləməzsən. İşləyən kimdir, işləyən kimdir? İşləyən mənəm, işləyən uşaq. Başlayırıq sualları cevablamağa. İlk sual, Qubada daim yaşaya bilərsiniz. Orada daim yaşaya bilərdim o vaxt ki, işim gücüm olsaydı, radyo orada olsaydı, komedixana razısal, orada köçüdə bilsəydi işləyərdim. Bəs bizi düşünmürsə, bəlkə bizə uyğun deyil. Siz də varmış, sizə hələ. Təmir üçün hansı şirkəti seçdiniz? Biz də başlamaq istəyirik, qorxuluruq, aldanarıq. Bu arada təmirlə bağlı sual çoxdur. Təmirlə bağlı suallar çoxdur. Təmir üçün şirkət seçdik. Niyə? Çünki birinci təmiri özüm eləmişdim. Ustaların əlində çəkdiklərim var idi. Ona görə bu səfər şirkətlə eləyəcəm. Təmir dizaynın işin biz öhdəmizə götürək. Bu barədə danışa bilərikmi İlgün bəy? Söhbət açılıbsa o zaman danışaq. Deməli, Instagrama da, TikToka da bu barədə təkliflər çox gəlir. Dizayn, təmir, xüsusi materialları. Amma şirkət seçmişik və seçdiyimiz şirkətin özündə dizayneri var. Evimizə dizaynı verib artıq. Ona görə Bafton şirkətidir. Abdullah bəy, təşəkkür edirəm. Hara fırnara mənərəm, Naxçıvanlara rast gəlirəm. Ona görə baxmayaraq ki, Qubalıyam, amma Naxçıvanlı Abdullah bəyə təşəkkür edirəm. Bafton şirkəti ilə evimizin təmirinə başladıq. Nə olsun, xeyirli uğurlu olsun. Bu sualın cavabı mənə də çox maraqlıdır. Nə sualdır? Elgün bəy özünü 3 sənətindən hansında tapır? Həm aparıcı, həm aktyor, həm müğənni. Bu sualı mənə çox veriblər. Mən üçündə də özümü tapıram. Və çox mənə xoşdur ki, 3 sənətim var. Allah'ın verdiği istedaddır da, mən nə edeyim? Mənə veribdir də, qurban olduğum veribdir. Aktyorluq da verib, aparıcılıq da verib, müğənnilik də verib. Hələ çox verdiyi var, onlara vaxt gələr açıqlayaram. Gedə bilərəm, təşəkkür edirəm. Hə, yəni, görsən bax, mənə xəcalət verirdi. Pul zat götürmürlər məndən. Orada demişdin axı. Hə, bu bura pulsuz olmalıydı. Sevindim, dedim, nə yox pul götürmürlər. Güney xanıma qoyduğunuz qadağa varmı? Bu Instagramda o qədər demagoglar var ki, feministlər çıxsınlar, başlasınlar, niyə belə, niyə elə. Ona görə o qadağalar aramızdadır, yəni. Mən deyirəm, o bilir, o bilir, mən deyirəm. Mən deyirəm, sən bilirsən. Mən bilərəm. Bəs mənim qadağalarım? Sən qadağaların, Sağ ol, ağır oldu. Qadağı mən çərçivəyə salınmağı xoşlamıram. Bu olan qadağa qoymaq olar. Biz ikimiz də, o deyir ki, iki qoçun başı bir qazanda qaynamaz. Biz ikimiz də qoçuq. İkimiz də özümüzdən tez çıxırıq, amma yola veririk də. Zəhmətimiz odur ki, biri gördü ki, o birisi başını qazanın içinə soxur, o birisi çıxardır. Sağ olsun, bu barədə yaxşıyıq. Eviniz neçə otaqlıdır? Dəydi o evi satıb bunu almağa? Maraqlı sualdır. Yəni də o evi satıb bunu almağa dəyərmi? Dəyib dəymədiyini bura tam köçəndən sonra biləcəm. Amma hər iki evi özümüz işləyib, əziyyət çəkib, pul qazanıb aldığımız üçün hər ikisi mənə əziz idi. İndi belə, məsəl üçün, yolum o tərəfdən düşəndə gedib oradan məhəllədən bir fırlanıb çıxıram. Çünki orada 5 il ən azı yaşamışam. Romantik. Bu bir evdə görək də inşallah. Allah olmayanlara qismət eləsin. Amin. Başladınız təmirə. Bu işdə sizinlə əməkdaşlıq etməkdən məmnun olardıq. Çox sağ olun, minnətdaram. Biz də məmnun olardıq, amma elə məmnun olduğumuz bir şirkət var. Bafton şirkəti, onlarla başlamışıq. Bir neçə gün artıq. Məmnunuq onlardan, onların da işindən. WhatsApp qrupu açıblar ki, orada gördükləri gün ərzində hesabat olur. Yəni, səhər ora nə gedir, nə alınır və axşama qədər nə işlər görünür. Yekunlaşanda artıq WhatsApp qrupumuza video şəklində atırlar ki, evinizdə bu işlər görünüb, dəyişikliklər budur. Çox səliqəli, çox təmiz iş görürlər.
evə gedib arda baxırıq. Hər Hələ ki tərəf uyğunlaşır. İnşallah sona qədər belə olar. İnşallah çox səliqəli. Əvvəlki evdə Elgin çox əziyyət çəkdi. Sıfırdan özü təmir elədi. Yəni mən belə heç bir işdə kömək eləmirdim. Dedik bu dəfə tikinti şirkəti olsa yaxşı olar. Çox şükür hələ ki uyğunlaşırıq. İnşallah axıra kimi də belə gedər. Bu yazılan sualı düzgün ola bilsin tələffüz eləmədim. Bəri başdan tatlardan üzr istəyirəm. Elgin bəy Bequba bərəftəcə çü hissəxdəni Eylətü beyratü baftərə Çü? Eyyəlitu beyratü baftərə Nəsə orada düz oxumursan. Bequba bərəftəni xoşbəxt əbrünümdə can. Her şey güzel, her şey qəşəng, ana yurdu, torpaq. Güzel olur. Özümü böyle Azərbaycan dilində dediyimdə can balayım mən. Əhval-ruhiyyəm dəyişir, uşaqlığım yadıma düşür, nənəm, babam, Allah ölənlərinizi rəhmət eləsin. Deyir Qubaya niyə gərsər dəfə? Qubaya nə üçün gedirəm? Quba həm yaxındır, həm yolu yaxşıdır, həm torpaq çəkirdi adamı. Yaşlandıqca torpaq adamı çəkirdi. Amma digər yerlərə, uzaq yerlərə qravitasiyadır bu. Maşın sürməyə o qədər də həvəsim olmur. Çək dovşanlar baxıram. Hə. Bizdə ev almaq istəyirik, ev tapmaq elə bil daha asandır, nəinki təmir. Ev almaq da çətindir, təmir də çətindir. Çünki nəzərə alsaq ki, indi kvadratların qiyməti çox qalxıb. Amma təmirlə bağlı etibar eləyin, Bafkona getsin də. Biz də Bafkona etibar eləmişik. Bafkon deyən kimi ləhcəm dəyişir, keçirəm Naxçıvana. Bafkon bizim adımızdan gələn izləyicilərimizə indirim eləyin. Onların da sərfəli şərtlər təklif eləyin. Onların da evlərini təmir eləyin ki, qoyular da xoşbəxt olsun. Ruhən özünüzü hansı regiona daha yaxın hiss edirsiniz? Bütün regionların ayrı öz yeri var da. Mən hansı regiona gedirəmsə ləhcəm o regiona çönür. Selyandan tutmuş. Kürdəmirə gedir, nə bilim ya. Hər bir bölgənin öz yeri var. Bölgələrimiz ayrı-ayrı çox gözəldir. Bəlkə də izləyicilər Elgini hirsli görməyib, bəlkə deyəndə 100% heç vaxt hirsli heç nə paylaşmır. Hal-hazırda uşaqlar onu necə əsəbləşdiribsə, kişinin bütün əhvalı dəyişdi. Sual cavabı yekunluyası olacam, çünki danışmaq istəmir. Hörmət eləmək lazımdır. İstəmir negativ olsun. İstəmişim pozitiv görürsünüz. Uşağa gözdəydi, bax, incitdi zatanı. Dünənki sual cavabı davam eləyək. Elgin 4-cü peşəsi də dayəli idi. Deməli, Elminin belə bir bilmirəm sualdır, təklifdir, nədir? Deyir ki, Elmin Elginin dostudur bu arada. Bir də müəllimin bu biri evdəki kimi öz rahatlığı üçün olan otaq dizaynı möhkəm olsun. Ofisi deyil. Hə, ofisi. Hər evdə mütləq ayrıca bir bisim olmalıdır. Gəl qədər, gəl. Ona görə narahat olmasın. Hər şey yüksək səviyyədə. Bu burada dəfə kompüter zat olacaq. Bu dəfə özü 2 dənədir. Gəl, Sevgi, gəl bunu yıxdan sonra. Aha, Günel xanıma qısa necə səslənirsiniz? İmkan verəsən biz çörəyimizi. Ye, heç nə olmaz. Sual vermin də, xahiş edirəm. Nədir sual? Dünən bağladım, hirsənmişdim, bu gün nə oldu? Deyir, mənə necə səslənirsiniz? Qısaca, gün deyir. Qönçə deyirəm. Hə, ay Allah, elə istəyirəm. Qönçə deyir, gülər deyir mənə. Günel hara gülərlə qönçə. deyirəm. Mən nə xoşuma gəlir gün deməyim. Mənim xoşum gəlmir, mənim adımı deyəndə. Günel mənim adım Güneldir. Hə, xoşum gəlmir Günel deyəndə, Elgin mənə.